Salam əziz uşaqlar, bugün Yeni Dövr Azərbaycan Ədəbiyyatının ikinci mərhələsi haqqında məlumat verəcəyik. Yeni Dövr Azərbaycan Ədəbiyyatının ikinci mərhələsi 19-cu əsrə əhatə edir yazılsın. Bu dövr Azərbaycan Ədəbiyyatında maarifçi realizm dövrüdür. Yazılsın, maarifçi realizm dövründə yaranan bir çox hadisələr var ki, bunları sizin nəzərinizə çatdıracağıq. Deməli, dramatik növün bütün janrlarında əsərlər yazıldı. Ümumiyyətlə yazılsın ki, bu dövrə qədər Azərbaycan ədəbiyyatında iki dənə növ var idi. Yəni iki növdə yazıb yaradırdılar şair və yazıçılarımız. Bir epik növdür, bir də lirik növdür. Artıq bu dövrdə dramatik növdə yaranır və dramatik növün demək olar ki, bütün janrlarında əsərlər yarandı. Uşaq dramaturgiyası və mənzum dramaturgiyanın əsası qoyuldu yazılsın. Cəmal Məmməd Quluzadanın Çay dəstgahı ilə. Yeni realist bədii nəslin əsası qoyuldu Aldanmış Kəvakib əsəri ilə. Yeni tipli bədii nəslin əsası qoyuldu. Yəni bu ilk hekayədir Azərbaycan ədəbiyyatından əsərdə yazılan ilk hekayədir. Rəşid bəy və Saadət xanımdan maarifçi realizm yarandı. Mətbuatın əsası qoyuldu 2-ci qəzetdə 1875-ci ildə. Teatrın əsası qoyuldu, o da 19-cu əsrin 70-ci illərində təsadüf eləyir. Satiranın əsası qoyulur Qasım bəy Zaki, Baba bəy Şaki və Mirzə Baxış Nadimin yaradıcılığında biz bunun enirik, şahidi oluruq. Yəni bu dövrün hadisələri digərlərinə nisbətən daha çoxdur. Bilirsiniz ki, Azərbaycan ədəbiyyatı həmin dövrdə ümumiyyətlə Azərbaycanın siyasi vəziyyətində də yeniləşmələr müşahidə olunurdu və bu da təbii ki, öz ədəbiyyatda öz təsirini göstərdi. Uşaqlar tez-tez düşür. Bu dövrdə klassik poeziyanın təsiri hələ var idi. Klassik poeziya nə deyir? Biz qəzəl nəzarətçiliyi hələ də davam eləyirdi. Qəzəl nəzarətçiliyi, mərsiyə və təriqət şeirləri yazılsın ki, bu dövrdə yazılırdı və yayılırdı. Bu dövrdə yaranan ədəbiyyatımızda mövcud olan ədəbi növlər və janrların demək olar ki, hamısından istifadə olunub. Yazılsın ki, tərcümələr. Tərcümələr də ilk dəfə bu dövrə təsadüf edir. Rus ədəbiyyatından tərcümələr, Azərbaycan-Rus ədəbi əlaqələrinin yaranmasına səbəb oldu. Və bu da təbii ki, öz növbəsində realizmin güclənməsinə səbəb oldu. Çünki yazıçılarımız digər Rus ədəbiyyatından bu, belə deyək, mövcud vəziyyətlə bağlı yaranan janrları müraciət edəndə realizmin təsiri daha yuxarı dövrdə. Yazılsın ki, bu dövrün əsas simaları maarifçilər idi. Bunlar yeniliyin çarçıları idi. Maarifçilərin mövqeyi nə idi həmin dövrdə uşaqlar? Savadsız kütləni maarifləndirmək. Çünki insanların çoxu yazıb oxuya bilmirdi. Kəndlərin mənafeyini müdafiə etmək, yenilikçi ideyalarını yaymaq, xalqın hüquqlarını onlara anlatmaq yazılsın. Əsrin əvvəllərində uşaqlar poeziya aparıcı mövqedədir. Poeziyada bilirik nədir. Bu dövrdə uşaqlar yazılsın ki, klassik şeir janrında yazan sənətkarlarımız olub. Kimlərdir bunlar? Abbasqulu Bakıxanovdur, Mirzəkərif Vazehdir, Qasım bəy Zakirdir, Seyid Əbdülqasım Nəbatidir və Heyran xanımdır yazılsın. Bunlar yazılsın ki, klassik şeir janrı. Klassik şeir janrı bilirik də nədir? Yəni qəzəldən, qəsidədən, təriqət şeirlərindən istifadə edilir yazılan. Başdan başa yox, təbii ki, yazılandan bundan istifadə edilir. Bu dövrdə uşaqlar Mirzətəli Axundzadə yazılsın ki, komediya janrı ilə ilk dəfə dramatik növün 3 dənə janrı var da bilirik. Komediyadır, faciədir, bir də dramdır. İlk dəfə komediya ilə dramaturgiyanın əsasını qoydu yazılsın. Aldanmış Kəvakib povesti ilə isə povest janrının əsasını qoydu. Yatırılarmı? Komediya ilə yazılsın ki, dramaturgiyanı, Aldanmış Kəvakib povesti ilə povest janrının əsasını qoydu 1857-ci ildə. Əsrin sonunda Mirzətəli Axundzadənin məktəbi davam etdirən sənətkarlarımız var idi. Əbdülrəhim bəy Haqverdiyev idi, Nəriman Nərimanov idi, Cəlil Məmməd Quluzadə idi. Bunlar da Axundzadə məktəbinin davamçıları kimi meydana çıxdılar. Dramatik növün bütün janrlarında, həm komediya, həm dram, həm faciədə əsərlərin yaranması ümumiyyətlə yazılsın ki, yeni bu ədəbiyyat, realist ədəbiyyatın bir uğuru kimi qiymətləndirilir. Yəni bu dövrdə həm klassik janr, həm də yeni janrlar yazılmağa başladı təbii ki, Azərbaycan ədəbiyyatında. İnşallah bu dövrün maarifçi sənətkarlarından biri də Abbasqulu Bakıxanov. Abbasqulu Bakıxanov Azərbaycanda ilk maarifçi ideyaları onun yazılığında biz görürük. Elmi, maarifi tərəqqini yüksək qiymətləndirmiş, geriliyin, cəhalətin, çətinliyin əleyhinə çıxmış maarifçi bir sənətkardır. 4 dənə maarifçi görüşləri əks etdirən əsərlər var. İnşallah Təsvürül Əxlaq, Kitab-ı Əsgəriyyə, Kitab-ı Nəsihət və Mişkatul Ənvar. İnşallah bununla bağlı çox sual düşəndə əsasən Miratul Cəmal'la Mişkatul Ənvardan düşür. Bunlar məsnəvi formasında yazılıblar.
və formaca məzmun olaraq yazılır. Nizami Gəncəvinin Sirlər Xəzinəsi əsərini xatırladırlar. Aydın oldu mu? Əsərdə nədən söhbət gedir? Vətənpərvərlik, hökmdar, xalq, ölkənin ədalətli idarə olunması məsələsi, zülmü, cəmiyyətdəki nöqsanları nəyi təqdir edir? Eyni mövzuları biz sizlə Nizami Gəncəvinin belə deyək, Sirlər Xəzinəsi əsərində də görmüşdük. Zamanəsində gördüyü ictimai bəlaları, haqsızlıq, onun ədalətsizliyə qarşı etiraz, şikayət motivli əsərlərində özünü daha qabaq şəkildə göstərirdi. Bülbül ilə qarğanı gör sallar bir qəfəsə, fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə, təəssüf ki ömrümüz boşa gedir amban, nə xeyir işə sərf olunur, nə sevgiyə ah aman. Yəni bu da onun yarazığında dövrlə bağlı verilən bir bənddir. İnşallah ikinci sənətkarımız maarif sənətkarlarımızdan Mirza Şərif Vazehdir. Mirza Şərif Vazeh Azərbaycan qərb mədəni əlaqələrinin yaranmasında və inkişaf etməsində və ümumiyyətlə bu dövrlə bağlı qərb əlaqələri deyəndə bir nəfər yazılır. Orada yazılısı Mirza Şərif Vazehdir. Onun şeirləri Alman ziyalısı Friedrich Badenstein'in tərcüməsində Şərqdə 1001 gün və ya Mirza Şərifin nəğmələr kitablarında nəşr olunmuşdur və bir çox dillərə tərcümə olunmuşdur. Şairin yazısında məhəbbət mövzusu xüsusi yer tuturdu. Əsərlərində insanın hiss və həyəcanı, sevinç və kədərini tərənnüm edirdi. Ağlımla qəlbimin özgü yolu var, hər biri bu yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, o biri sevdaya tuş edər məni. Bu da Mirza Şərif Vazehin insanın daxili dünyasına əks etdirən şeirlərindən bir bənddir. Bu dövrün inşallah əsas müəlliflərindən biri də Mirzə Həmzə Seyid Nigarıdır. Bu son dövrlərdə proqrama əlavə olunub yazılır. 19-cu əsr ədəbiyyatımızın görkəmli nümayəndəsidir. Qarabağ mahalında anda olub. Sufi mövzusunda yazıb. Baxın, Sufi mövzusu hələ 19-cu əsrdə davam edirdi. Onu ödəyir ki, klassik janrlardan istifadə olunurdu. Təriqət şeyxi olan ədib Seyid Nigarı və ya Qarabağı təxəllüsləri ilə təsəvvüf mövzularında əsərlər yazır. Allah, Peyğəmbər və Əhl-i-Beyt eşqindən bəhs edən milli dəyərlərə əsaslayan əsərlər yazmışdır. Divanında Azərbaycan və Türkiyədə yaratdığı hecə və əruz vəzinləri ilə neyləmişdir? Əsasən formalaşmışdır. Azadlıq aşığı olmaq, mübarizlik, vətənpərvərlik nigarının yazısında əsas yer tutur. Şeirlərində Qarabağı dünyanın behişti adlandırmışdır. Nə əcəb dövlət imiş, seyiş şarı Qarabağ, nə gözəl neymət imiş, söhbət-i yarı Qarabağ. Kövsər-i təb imiş, çay çinarı Qarabağ, aləmi cənnət imiş, dar-ı diyarı Qarabağ. Bu da onun Qarabağın haqqında yazdığı nümunələrdən bir parçadır. Davam edir inşallah. Bu dövrdə aşıq yaradıcılığı da yazılır ki, bütün ümumiyyətlə əsr boyu aşıq yaradıcılığı inkişaf edirdi. Aşıq yaradıcılığı həm də yazılı ədəbiyyata artıq təsir eləmişdi. Aşıq yaradıcılığı həm məzmun, həm və forma şəkil baxımından inkişaf edirdi. 19-cu əsrin aşıqları arasında kimlərin adını silə bilərik? Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əziz, Molla Cümə, Aşıq Mahmud, Aşıq Əhməd, Aşıq Pəri, Aşıq Hüseyn 19-cu əsrin məşhur aşıqları sırasına daxildir. Aşıq yaradıcılığında nə görürdük inşallah? Bundan bir mərhələ qabaqki dövrdən bu dövrün aşıqlarının yazılığında müəyyən də olsa fərq var. Saf ülvi hisslərin tərənnümü, zəmanədən şikayət o dövrdə də var idi, bu dövrdə də var idi. Təbiət gözəlliklərinin tərənnümü əsas yer tuturdu. Aşıq yaradıcılığı qoşma, gəraylı, təznis, qıfılbənd, dodaq dəyməz, dil döyməz kimi janrlarda daha güclü şəkildə inkişaf edirdi. Aşıq şeirində yazan sənətkarlarımız var. İnşallah diqqətli olasınız. Klassik şeir şəklində yazan sənətkarlarımız ayrı idi. Aşıq şeir şəklində olanlar da ayrıcadır. Bax, Qasım bəy Zakirdir, Mirzə Baxış Nadim, Əbdülqasım Nəbati, Mirzə Mehdi Sükuhi, Əndəlib Qaracılağı. Bunlar yazılarsın ki, aşıq şeiri tərzində yazan sənətkarlardır. Bu müəlliflər əsasən qoşma və gəraylı janrından istifadə edilmişdir hecə vəznində. Həqiqi məhəbbət, saf insanın duyğularının tərənnümü, ictimai motiv bu sənətkarların yaradıcılığında üstünlüyü təşkil edirdi. Satiranın formalaşması da uşaqlar yazılarsın. Bu dövrə təsadüf edir. Satira bu dövrdə formalaşdı. Ədəbiyyatımızda realizm meyllərinin güclənməsi yazılarsın ki, əsrin birinci yarısında müəyyən qədər formalaşmaya başladı. Satir poeziya əsasən 19-cu əsrin 30-40-cı illərində formalaşıb. Ədəbiyyatımızda əvvəlki dövrlərdən xüsusən də xalq yaradıcılığından
satirik gülüşə rast gəlmək mümkündür yazı arasında. Az da olsa var idi. Satir ədəbi cərəyanı halını almamışdı yazı arasında. İctimai satira formalaşdı. Nə vaxtda 30-40-cı illərdə. Satiranın ən gözəl nümunələrini, ən birinci formalaşdırmada xüsusi rolu olan sənətkarlar bəyalarda adlanacaq ki, Qasım bəy Zakirdir, Bolu bəy Şakirdir, Mirzə Baxış Nadimdir. Bu üç sənətkarın Azərbaycan ədəbiyyatdakı rolu misilsizdir, yəni satiranın formalaşmasıdır. Ümumiyyətlə, yazılı ədəbiyyatda satira formalaşandan sonra tezliklə aşıq ədəbiyyatında da özünü göstərməyə başladı. Satirik şeirlərin əsas hədəfləri nə idi? Satirik şeirdə bilirsiniz nədir uşaqlar? Cəmiyyətdə olan mövcud haqsızlıq, düzgün olmayan bir şeylər haqqında birbaşa öz əsərlərinin müəlliflər fikirlərini ifadə edirdilər ki, cəmiyyətdə olan öz başınalığa, narazılığa qarşı ümumiyyətlə nə ilə bağlı problem varsa ona bağlı. Ədalətsiz çar hakimləri, rüşvətxor məmurlar, hökumətin əzizi qayda qanunları, zülmkar bəy və mülkədarlar və ikiyüzlü ruhanilər satiranın yazılarının ki, əsas hədəfləri idi. Bu əsərdə satiranın ilk nümunələrini yaradan sənətkarlar xalq şeiri üslubunda Seyid Əzim Şirvani klassik şeir əsrində yazılarının ki, kəskin satirik şeirlər yaratmışdı yazılarının. Ədəb məclisləri var uşaqlar. Bu dövrün əsas ədəb məclisləri də var. Bu dövrdə ədəb məclisləri əsasən bir çox Azərbaycanın müxtəlif bölgələrini inkişaf edirdi. Əsrin ikinci yarısında Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan məclislərdə şairlər bir araya gəlirdilər və şairlərin bir araya gəlməsində məqsəd nə idi? Məclislərdə klassik ədəbiyyatın öyrənilməsi, müzakirə edilməsi, tanınmış şairlərin əsərlərinə nəzirlərlə yazılması, nəzirə də bilirdi, nədir? Cavab yazılmasıdır. Dini, fəlsəfi mövzularda fikir mübadiləsi önəmli yer tuturdu. Qarabağda Məclis-i Üns, Məclis-i Fərmanşah məclisləri var idi. Şamaxıda Beytüssəfa idi. Bakıda Məcmən Şüara idi. Lənkəranda Fövzülfüsəha idi. Ordubadda da Əncüməni Şüara idi. Həmin dövrün məclisləri. Bu dövrdə uşaqlar Qarabağ mahalında xüsusi hörmətə layiq bir nəsildən çıxmış Xan qızı Natəvan və ya Xurşud Banu Natəvan da yaradıcılığı bu dövrə təsadüf eləyir. Bayaq adını sadalımız Məclis-i Ünsi Qarabağda Xurşud Banu Natəvan himayədarlığı götürmüşdü. Yazılar arasında ki, onun şeirlərində lirik qəhrəmanın keçirdiyi müxtəlif hisslər öz əksini tapır. Deməli uşaqlar, Ey Dostdan Xudahafiz şeirlərində lirik qəhrəmanın daxili dünyası, Bülbül və Bənövşə şeirlərində təbiət gözəllikləri öz əksini tapmışdı. Dilbara dərd dilimdə qəzəlində isə məhəbbət, sədaqət duyğuları, lirik qəhrəmanın vüsalına qovuşmaması və bunun üçün əziyyət çəkməsi öz əksini tapmışdır. Yazılar arasında ki, onun lirik qəhrəmanı könül mülkü viran olsa da, hicran qəmindən yanıb tökülsə də, məhəbbətindən dönmür, fədakarlığı və dözümlülüyü ilə fədakar və dözümlü olduğunu bəyan edirdi. Dilbəra dərd dilimdən belə ünvan etdim, kimi qəmi hicrdə dil mülkünü viran etdim, eşq sultanı mənim qəddimə fərman edib, etmədim tərk vəfa, taat fərman etdim. Bu da Natəvanın insanın lirik qəhrəmanı keçirdiyi bir hisslərin formasında yazılmış əsərdir. İnşallah bu dövrdə İsmail bəy Qutqaşınlının da özünə məxsus yeri var. İsmail bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatının ilk hekayə yazarısı, nəsrli hekayə İsmail bəy Qutqaşınlı adı ilə bağlıdır. Və nəyin əsasını qoyur ilk dəfə uşaqlar? İsmail bəy Qutqaşınlı yeni tipli bədii nəsr. Diqqətli olasınız uşaqlar. Nəsri biz ilk dəfə ana dilli nəsri kimdə öyrəndik? Füzulidə. Bu dövrdən öyrəndik yeni tipli bədii nəsr. Yeni tipli bədii nəsr nə oldu uşaqlar? Hekayə. Bədii isimli İsmail bəy Qutqaşınlının yaradıcılığından bizə qalıb Rəşid bəy Sərdat xanın və Səfərnamə əsəri. Yeni tipli bədii nəsr nümunəsi olan Rəşid bəy Sərdat xanın əsəri hekayəsi 1835-ci ildə Varşavada fransız dilində çap olunmuşdur. Əsər məhəbbət mövzusunda yazılmışdır. İlk nəsrdə olan hekayədir. Əsərdə yüksək təbəqəyə malik olan iki gəncin məhəbbətindən, duyğularından və evliliyindən, məişət məsələlərindən söhbət açılır. Yazıcı hekayədə azad sevgi və qarşılıqlı məhəbbət əsasında ailə qurmaq ideyasını təbliğ edir. Bu dövrün uşaqlar əsas simalarından biri olan Abbasqulu Bakıxanovda. Abbasqulu Bakıxanovun Hikmətin Fəziləti əsəri var. Yazırsın ki, Hikmətin Fəziləti əsərində bir çox toxunulan məsələlər var. Diqqətli olasınız.
Qədim bir kitabda verilmiş xəbər, İranda bir həkim varmış mötəbər. Ümidi yox ikən onun sabaha, belə bir sifariş göndərdi şaha. Onun üzüyünü böyük hökmdar ən müdrik adama versin yadigar. Deyir, İranda bir dənə məşhur bir həkim var imiş. Sabaha yəni yaşamaq ümidi yox imiş. Ona görə şaha belə bir sifariş göndərir ki, onun üzüyü var. Həmin üzüyü ən müdrik bir adama neynəsin? Vəsiyyət eləsin. Şah bu vəsiyyəti icra edərkən ehtiyat edirdi divanələrdən. Çünki hər dövlətdə kasıb hər gəda özünə ən müdrik bilir dünyada. Şah bu vəsiyyəti icra edərkən doğrudan da ehtiyat edirdi. Çünki dövlətli də, gəda da, hər kəs özünə ən müdrik bilir bu dünyada. Nəhayət hamını çağırtdırdı şah, onları mətləbdən eylədi agah. Dedi, 3 suala istərəm cavab. Kim daha düz desə olsun intiqab. Birinci sual belədir. Şah bütün cəmaatın hamısını özünün müdrik sərna yığır bir yerə. Deyir, 3 dənə sual verəcəyim. Kim suallara düzgün cavab versə, üzüyü də onundur. Yəni, qalib odur. Birinci sual budur. Əvvəl, ən xeyirli nədir? Müxtəsər, ən xeyirli, həyatda ən xeyirli nədir? Tamahkar olanlar cavab verirlər ki, zər. Birinci olanın cavabı olur. Zər cavab verilir. Vergi toplayanlar cavab verirlər ki, ən xeyirli olan xəracdır. Tacirlər isə deyirlər ki, ən xeyirli olan alver və rəvazdır. Baxın uşaqlar, birinci sualımız nə oldu? Ən xeyirli nədir? Tamahkar olanlar deyiblər zər, yəni qızıl. Vergi toplayanlar deyiblər xərac. Tacirlər isə deyib alver və rəvaz. Yadda qalarmı? Şah dedi, uzadır bunlar mətlədən. Yəni bunlar bizim doğru cavabımız deyil. Orada bir qoca durmuşdu həmən. Söylədi hər şeydən xeyirli hünər. Baxın uşaqlar. Bu cavablar şahı qane eləmədi. O tərəfdə bir dənə qoca durmuşdu. Qoca cavab verdi ki, dünyada hər şeydən ən xeyirlisi nədir? Hünərdir. Aydın oldu mu? Bu bizim ilk sualımızın cavabı qocadan gəldi. Sonra qoca hünər dediyini əsaslandırır. Hünərsiz bir şey olmaz müyəssər. Şah qəbul elədi, soruşdu yenə. Dünyada hər şeydən yaxşı deyin nə? Bax, ikinci sualımız uşaqlar budur. Şah ikinci dəfə sual verir ki, dünyada hər şeydən yaxşı deyin görək nədir? Yüksəldi müxtəlif səslər saraydan, şahın razılığı şadlıq firavan. Artıq burada ad çəkirik. Saraydan ki, səslər yüksəlib, onların içində şahın razılığı deyənlər də var, şadlıq deyənlər də var, firavan da var. Şah yenə bunları qəbul eləmir. Yenə də həmin qoca var idi ki, birinci cavab vermişdi. Həmin qoca deyir ki, bu sözü hər şeydən yaxşıdır, yaxşılıq özü. Deməli, ikinci sualımızın da cavabı nə oldu? Qoca tərəfindən verilən yaxşılıq. İkinci sualımız nə idi? Dünyada hər şeydən ən yaxşı nədir? Qoca cavab verir ki, hələ yaxşılığın özü ən yaxşıdır. Sonra aydınlığın verir ki, çünki yaxşı sifət olarsa səndə, afərin söyləyər, dost da, düşmən də. Aydınlığını belə verir ki, yaxşı olsun, həm dostlar, həm düşmən də sənə afərin söyləyər. Şah üçüncü sualı verir uşaqlar. Ən lazımlı nədir insana? Ən lazımlı nədir insana? Yenə də çox fikrim çıxır meydana, şah bunları qəbul eləmir. Şah artıq qocaya diqqət edir. Çünki iki dənə sualın cavabını, düzgün cavabını o verib. Qoca cavab verir ki, ən lazımlı şeydir həqiqət. Bu da üçüncü sual. Üçüncü sual ən lazımlı nədir idi insana? Qoca da deyir ki, həqiqət ən lazımdır. Həqiqət olmasa olmaz insan. Dünya həqiqətlə dolanır müdam. Sonra cavab verir ki, həqiqət lazımdır. Dünyada ilə həqiqətlə dolanır. Şah qalxıb qocaya eylədi təzim. Təzim eləmək uşaqlar qarşısına baş əyməkdir. Şah əyilib qocanın qarşısına təzim edir. Yəni baş əyir. Üzüyü hörmətlə eylədi təqdim. Üzüyü ona təqdim edir ki, bu müdrik bir həkimin mən vəsiyyətini icra elədim. Yəni üzüyü sənə çatdırdım. Və ondan sonra qocaya əmr edir ki, saraydan getməsin bir an ki, alsın hər işdə məsləhət ondan. Deyir ki, sən bundan sonra saraydan getmə, lazım olanda, hər vəziyyət olanda mən səndən nə edeyim? Məsləhət alım. Nəhayət həmin qoca oldu şahın vəziri, ölkəni düzəltdi onun tədbiri. Nə yaxşı olardı nə yaxşı olardı hər ölkədə olaydı belə bir vəzir ilə şah. Ey qüdsi hikmətdən varsa xəbərin, yaxşı adamlara olsun nəzərin. İnşallah bu qədər olan hissədə artıq bundan sonraki hissədə müəllifin fikrinə yer verilib, ona görə bu inşa elədim. Müəllif deyir ki, nə yaxşı olardı, hələ bütün ölkələrdə belə vəzir ilə, belə ağıllı vəzir ilə, belə ağıllı şah olaydı. Ondan sonra Qüdsi yazır Abbasqulu Başxanovun təxəllüsüdür. Qüdsi təxəllüsünü yazıb yaratmışdı.
Deyir Qüdsi Hikmətdən varsa xəbərin, yaxşı adamlara olsun nəzərin. Yəni özünün də yaxşı olma adamlar haqqında öz fikirlərini ifadə edir. Deməli inşallah Hikmətin Fəziləti şeiri epik şeirdir. Epik növdə hekayə janrında yazılıb yazdırılsın. A, B, B, C, C formasında qafiyələnir. Bilirik ki, necə qafiyələnməsi olur. Məsnəvi şəklindədir. İdeyası ağıl ən qiymətli sərvətdir. Əsərdə qarşıya çıxan əsas məsələ müdriklikdir. Diqqətli edin, müdriklikdir. Vəsiyyət edən kim idi uşaqlar? İranlı bir həkim idi. Vəsiyyətin icraçısı kim idi? Hökmdar idi. Həkim istəyir ki, onun üzüyü layiq bir adama geçsin, çatsın. Şah müdriklikdən dəm vuran divanələrdən, özünə ağıllı bilən hər kəsdən ehtiyat edirdi. Birinci sual, yenə deyək, hər şeydən yaxşı nə idi? Cavablar xərac, alver, qocanın cavabı isə nə oldu? Hünər cavabı oldu. İkinci sual, hər şeydən yaxşı nədir? Müxtəlif cavablar, şahın razılığı, firavanlıq. Qocanın cavabı nə oldu? Yaxşılıq. Üçüncü sualımız nə oldu? Ən lazımlı nədir? Qocanın cavabı nə oldu uşaqlar? Həqiqət. Şah ümumiyyətlə yazılsın, şah özdə müdrik obrazdır. Yəni əsərdə 2 dənə müdrik obraz var. Biri qocadır, biri şahdır, biri də həkimdir. 3 dənə deyə bilərik. Aydın olun, 3 dənə müdrik adam var. Qoca da müdrikdir, şah da müdrikdir, həkim də müdrikdir. Qocaya şahın etdi. Qocaya ki təzim eləyir, axırda üzüyü təqdim eləyəndə, o əslində qocaya yox, elmə biliyə etdiyi təzim edir. Şah elmə biliyə təzim edir. Əsərin sonunda şah qocanı özünə vəzir təyin edir. Əsərdə müəllif arzulayır ki, hər ölkədə belə şahla belə vəzir olsun. Qoca mötəbər həkimin üzüyünü ona təklif edən vəzifəni qəbul edir. Qocadır, həkimdir, hökmdar obrazını birləşdirən cəhətlər müdriklikdir. 3 də müdrik obraz idi. Şah müdrik qocalardan ölkənin idarə olunmasında istifadə etmək istəyir. Bu qədərdir uşaqlar dərsimiz. İnşallah növbəti dərslərdə sizlərlə görüşənə qədər. Sağ olun.